Əziz və dəyərli 102 xidmətin əməkdaşları, sizin rəisiniz küllü miqdarda rüşvət alaraq mənim şahidlərimin heç birini qeydiyyata almır. Buna sübut olaraq göstərə bilərəm ki, mən dəfələrlə sizə zəng eləyəndə telefonda olan danışan operator xanımlar, hansılar ki öz növbəsində çox mədəni sürətdə məni sağ olsunlar yola verirlər, klaviaturadan belə istifadə eləmirlər, sadəcə olaraq qulaq asırlar və şikayətimi qeydə almırlar. Azərbaycan dövlətinə və respublikasına qarşı yaradılmış çoxşaxəli cinayətləri özündə əks elətdirən cinayətkar dəstənin izini itirilməyi ilə və onların azadlıqda gəzmələri ilə siz təmin etməsi ilə məşğul olursunuz. Və şikayətimi ona görə qeydiyyata almırsınız ki, bu cinayətkar dəstənin əsas havadarlarından biri bizim cənab nazir, dəyərli nazirimiz, general polkovnik Vilayət Eyvazovun müavinidir. Buna görə də mənim şikayətlərimi qeydiyyata almırsınız. Rəis bizdən rütbəsini bilmədiyim, adını bilmədiyim rəisimizdən xahişim və tələbim bundan ibarətdir ki, mənim səs yazma qulaq asdıqdan sonra bizim dəyərli nazirimiz, general polkovnik Vilayət Eyvazovun qəbuluna geçsin, aldığı rüşvət barədə ona məlumat versin və nəyə görə mənim şəhətlərimin qarşısı alınır, onu da izah eləsin. Sizin 102 xidmətinin əməkdaşlarının məlumatınız var idi ki, Başkibey cinayətkarlığı mübarizəsi, qondarma belə bir idarə yaradılıb. Bu idarənin yaradılmağında əsas səbəb də bundan ibarətdir ki, öz cinayətlərin narkotik dövrəsinin və silah dövrəsinin izini itirsinlər. Hal-hazırda siz 102 xidmətin əməkdaşları və sizin rəisiniz çox ağır cinayət məsuliyyəti daşıyır. Və təbii ki, buna görə cavabınız alınacaq lazımi qurumlarda, orqanlarda. Sizin rəisiniz birbaşa olaraq, bandizm əməkdaşlarından əlbir olaraq, bandizm əməkdaşlarının daha əvvəllər əlbir olduğu Cavidov Fərhaddır, Cavidov Muradla bir yerdə 2024-cü ildə mənim şərlənib tutulmağımda da əli olan şəxslərdən biridir. Şəxsən sizin rəisiniz. Xahiş edirəm bir daha olaraq, sizdən tələb edirəm, rəisiniz Azərbaycan Respublikası qanunlarına zidd olan hərəkətlər etməsin, nazirə bu təxribat barədə məlumat verilsin, təxribatçı qüvvələrlə bağlı, təxribatçı şəxslərlə bağlı tədbirlər görülsün. Əziz və dəyərli 102 xidmətin əməkdaşları, sizin rəisiniz küllü miqdarda rüşvət alaraq mənim şahidlərimin heç birini qeydiyyata almır. Buna sübut olaraq göstərə bilərəm ki, mən dəfələrlə sizə zəng eləyəndə telefonda olan danışan operator xanımlar, hansılar ki öz növbəsində çox mədəni sürətdə məni sağ olsunlar yola verirlər, klaviaturadan belə istifadə eləmirlər, sadəcə olaraq qulaq asırlar və şikayətimi qeydə almırlar. Azərbaycan dövlətinə və respublikasına qarşı yaradılmış çoxşaxəli cinayətləri özündə əks elətdirən cinayətkar dəstənin izini itirilməyi ilə və onların azadlıqda gəzmələri ilə siz təmin etməsi ilə məşğul olursunuz. Və şikayətimi ona görə qeydiyyata almırsınız ki, bu cinayətkar dəstənin əsas havadarlarından biri bizim cənab nazir, dəyərli nazirimiz, general polkovnik Vilayət Eyvazovun müavinidir. Buna görə də mənim şikayət